tutalım ki 3 dənə bucaq uşaqlar. Axı dedim 90 dərəcədən böyük olmalıdır. Düzdür? Xarici bucaq. 3 dənə bucaq olsa 3-ü 90-a vursam nə olar? Xarici bucaqların cəmi 360 dərəcədir. Düzdür? Mən o qədər xarici bucaq götürməliyəm ki 90 dərəcədən böyük. 360-ı keçməsin cəmi. Düzdürmü? Düzdür? Bu rombun perimetri neçədir? Rombun bütün tərəfləri bir-birinə bərabər deyil. 4 vurulsun 6 kökdə 3, o da 24 kökdə 3. Ora düşdünüz? Uşaqlar, rombun hündürlüyünün yarısı. Rombun da böləcəm 2-yə, mənə verəcək radius. Nə idi? A vurulsun kökdə 3. A-nı da verir 6 kökdə 3. Yerinə qoyuram 6 kökdə 3 vurulsun kökdə 3. Tərəf əyədi neçə? 18. Rombun perimetri nəyə bərabərdir? 4 vuraq A-ya. Yəni 4 vuraq 18-ə. Aydın oldu.